Başqa ölkədə yaşamanın mənfi tərəflərindən də biri, hər dəfə istədiyin yeməkləri, təamları hər dəfə tapıb alıb yeyə bilmirsən. Gərək bacarıqlı olasan ki, hər şey özün hazırlayasan. Mən də ən azından öz istədiklərimizi hazırlaya bilirəm. Bu gün də yarpaq xəngəl hazırladım. Çoxdan idi arzulayırdım. Var burada restoran ki, gedib yemək olar, amma mənim hazırladığımdan deyil. İlk öncə onu deyim ki, soğanı qovururam. Soğança mütləqdir. Və ətlə soğanda ayrı qovururam. Suyu qoyuram qaynamağa, xəmiri yoğururam. Xəmirə 2 dənə yumurta vurmuşam, duz və bir damcı droj vurdum. Xəmir özünə gəldi. Başladım yayıb hazırlamağa. Qıraqda isə əti hazırlayırdım. Ətə isə duz, paprika əlavə elədim, bir də sarı kök. Xəmirləri yaydım bir-bir, aralarını biraz unladım, kəsdim, yığdım və su qaynayanda limon suyu, bir dilim limon və duz, duru yağ əlavə elədim suya. Sonra isə unlarını çırpıb xəmirləri yığdım suyun içinə. Bu arada turşularım da təzə gəlib, çox ləzzətli idi. Süzdüm, üzərinə ətdən, biraz da soğandan və narla bəzədim, süfrəyə təqdim elədim. Bizə nuş oldu, siz də mütləq hazırlayın.